Salam. Təhlil axşamımızı Prezident İlham Əliyevin yeni dünya düzənində müstəqil və qüdrətli Azərbaycan layihəsinin yeni fəslini əsirləmişik. Bu kontekstdə fərdi və ictimai məsuliyyətin rolunun nə qədər vacib olduğunu ilk növbədə vurğulamalıyıq. Bu səbəbdən söhbətimizə milli mətbuatın 150 illik yubileyinin keçirilməsi haqqında Prezident sərəncamından başlayıram. Yalnız təbrik və təqdir mənası daşımayan, həm də yığcan bir konsepsiya mahiyyətinə malik sənətdə yeni qlobal mərhələdə bizi daha məsuliyyətli olmağa çağıran fikirlər var. Prezidentin sərəncamından milli mətbuatın Azərbaycanın ictimai, siyasi və mədəni həyatındakı yerini, mədəniyyətin, maarifçiliyin inkişafında rolunu, müasir cəmiyyət quruculuğu və ölkəmizin beynəlxalq nüfuzunun daha da yüksəldilməsi sahəsində töhfələrini nəzərə alaraq. Bu qiymətləndirmə mediamızdan yeni çağırışlara daha həssas və adekvat olmağı, qlobal sahmanın tələb elədiyi savad və bacarıq meyarlarına cavab verməyi, dərin araşdırma qabiliyyəti və milli maraqlara düzlənməyi tələb eləyir. Uzun müddət bütün dünyada mətbuata təlqin edilən tərəfsizlik, neytrallıq kimi liberal, kosmopolit prinsipləri artıq sıradan çıxmaqdadır. Prioritet dəyişir. Sən öncə vətəndaş, sonra jurnalistsən. Azadlıq, müstəqillik, ali prinsiplərdir əlbəttə. Amma ilk növbədə dövlət azadlığı və milli müstəqillik kontekstində. Əgər jurnalist kimi azad olmaq dövlətin, millətin müstəqilliyinə xələl gətirəcəksə, o artıq azad olmaq deyil, ölkənin, xalqın əleyhinə işləməkdir. Elə burada da 2024-cü ildə Şuşada keçirilən Qlobal Media Forumunda Prezident İlham Əliyevin Azərbaycanın məruz qaldığı media təhdidləri barədə dediklərini xatırlayaq. Azərbaycana gəldikdə bu koordinasiya edilmiş media hücumlarıdır. Bunlar adətən mühüm geosiyasi hadisələrə təsadüf eləyir. O, idarə edilən bir media hücumu olanda onlar istəklərinə nail olmurlar. Çünki onların istəkləri, hədəfləri bizim maraqlarımıza ziddir. Bir çox digər mexanizmlər var. Təsir mexanizmlərindən söhbət gedir. Burada qeyri-hökumət təşkilatlarını deyə bilərəm. Maliyyələşmə ola bilər. Digər müxtəlif müdaxilələrdən, suveren ölkələrin daxili işlərinə müdaxilələrdən söhbət gedir. Bu baxımdan biz sərəncamda 2024-cü ildə Şuşada irəli sürülən milli maraqlar naminə konsolidasiya zərurətinin bir daha vurğulandığını görürük. Prezidentin sərəncamından dünya nizamının dəyişikliklərə məruz qaldığı, siyasi proseslərin intensivləşdiyi, habelə yeni fəaliyyət prinsiplərinin bərqərar olduğu müasir dövr Azərbaycan mediası qarşısında da yeni vəzifələr müəyyənləşdirir. Qabaqcıl texnologiyaların tətbiqi, sosial media platformalarında fəallığın artırılması, rəqəmsallaşma, süni intellekt, media savadlılığının yüksəldilməsi, dezinformasiya və saxta xəbərlərlə mübarizə, effektiv kommunikasiyanın həyata keçirilməsində yaxından iştirak və s. mediamızın inkişaf perspektivini və qarşıdan gələn dövrdə qlobal informasiya məkanında yerini müəyyənləşdirəcək məsələlərdir. Eyni zamanda media müasir tendensiyaları nəzərə almaqla Azərbaycanın dövlət maraqlarını həmişə uca tutmalı, ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində yeri və rolu, həyatımızda baş verən pozitiv dəyişikliklər ilə bağlı ictimaiyyətimizin məlumatlandırılması sahəsində daha fəal olmalıdır. Bir sözlə, yeni Azərbaycan üçün yeni media, ixrac edilmiş beynəlxalq qərəzli media prinsiplərindən uzaqlaşmaq, müstəqil dövlət və milli maraqlar naminə azad dövlətin, müstəqil dövlətin jurnalistikasına yiyələnmək, onu təkmilləşdirmək lazımdır. Çünki sadədil xəbər müştərisinə əksər hallarda azad mətbuat vahidi kimi sırnanların arxasında xaricdən konkret əllər, işarələr və faz komandası verənlər var. Ona görə də araba çəkilən kimi kölgəsində yatan canlılar da çıxıb gedirlər. Biden-Blinken komandası hakimiyyətdən gedən kimi Azərbaycana qarşı bütün bu insinuasiyalar dərhal dayandırıldı. Onların Washington Post, New York Times, Politico və s. kimi bizə qarşı çox aqressiv olan Prezident Trump'ın fake xəbərlər adlandırdığı mediası Azərbaycan haqqında çirkin məqalələr dərc etməyi dərhal dayandırdı. Bax belə, əgər bugün dövlət öz qanunları ilə hər hansı kəsi, o cümlədən media sahəsində çalışmış şəxsi tənbih eləyirsə, o insanı yox, onun əməlini cəzalandırır. Məqsəd kimisə həbs xatirinə həbsə saxlamaq deyil, səhvini başa salmaq, islahına yardımcı olmaqdır. Azərbaycan Respublikasının qanunu adından həbs edilənlər dövlətin prinsipiallığı, güzəşsizliyi, bağışlanmalar, əfv edilmələr isə dövlətin humanizminin sübutudur. Dövləti şantaj eləmək olmaz. Öz kiçik bucağını
yalnız ailəni və qohum-əqrabanı deyil, bütöv bir ölkəni, böyük bir xalqı görməyi bacarmaq lazımdır. Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfərinə yeni dünya düzənində müstəqil və qüdrətli Azərbaycan layihəsinin yeni fəslinə elə buradan keçək. Məsələn, biz bu səfərə nə qədər bədii təyin söyləmişik, saysız hesabsız qanadlı ifadələr həsrləmişik. Doğrudan da 1 milyard yarıma yaxın nəfərlik nəhənglər nəhəngi Çin Xalq Respublikasının əhalisi 10 milyon yarıma belə çatmayan, bir başından o başına olan məsafəni nəzərə alsaq, bir baklıq Azərbaycanı özü boyda, özü biçimdə qarşılaması misilsizdir, qürurun zirvəsidir. Prezident İlham Əliyevi, Çinin sədri Si Jinping'in bəxtəvər Çin körpələrinin şaqraq səslərini, ey vətən melodiyasını qarışdıraraq qarşılamasını az qala milli diplomatiyamızın üverturası saymaq olar. Biz cənab Əliyevin rəmzlərlə işləməsi haqqında tez-tez danışmalı oluruq. Bu dəfə də belə idi. Planetin 2024-cü il olan əsas tədbirini, yer üzünün bəşəriyyətin xilasına həsr olunmuş konfransı, COP29-u qəbul etmiş liderin bütün dünyanı vətən gözündə görməsində təəccüblü nəsə yoxdur. Ey vətən havası əslində çoxdan başlamışdı. Bu melodiyanı biz prezidentin emosiyalarında, duyğularında, Zəngilanda, gələcək böyük dəhlizin ətrafında dinləmişdik. Biz buna qədər cənab Əliyevin xalqla birlikdə vətənə, yurdum, yuvam, məskənimsən, Azərbaycanım deyə oxuduğu bu mahnını dinləmişdik. Yurdum yuvam, məskənimsən, Azərbaycanım, anam doğma, vətənimsən, Azərbaycanım. Yurdum yuvam, məskənimsən, Azərbaycanım, anam doğma, vətənimsən, Azərbaycanım. Və indi bizim prezident, bizim lider, planetin milyard yarıma yaxın insanın qarşısından Zəngilan dəhlizi qarışıq öz Azərbaycanı, ey vətəni ilə keçirdi. Yeni dünya düzəninə yeni Azərbaycan belə qədəm qoyur. Uca, qətiyyətli, qürurlu, qalib, inamlı addımlarla. Bilirsiniz, söz mənim işimdir. Obraz, təşbih, şüşədən çıxan Çin, planetin Çinədanında əriməmək, Məhəmməd Peyğəmbərin elmin ünvanını verdiyi nişanadək ağlıma bu saat o qədər fikir gələ bilər ki, elə təkcə Çin hieroqliflərindən Kəbə ətrafında satılan Çin təsbihlərinədək o qədər təşbih çevirərəm ki. Amma mən indi daha sadə, daha aydın bir dildə danışmaq istəyirəm. Hamının başa düşdüyü bir tərzdə. Demək istəyirəm ki, qarşımızdakı bu şəkildə Azərbaycan və Çin eyni gücdədir. Fərqli ölçülərə malik olsalar da. Boy, həcm, çəki və qlobal məsuliyyət birdir.
Azərbaycan Respublikası bizə göründüyü və olduğu qədərdən dəfələrlə artıqdır. Prezident İlham Əliyev dünyanın ən böyük dövlətlərindən birinin lideri ilə, onun rəhbərlik etdiyi ölkə ilə eyni çəki dərəcəsində unison addımlayır. Baxırıq, Prezident İlham Əliyevin qarşısından dünyanın ən böyük silahlı qüvvələrinin əskərləri nizamla keçir. Bizim lider onların nizami keçidini qəbul edir. Bu möhtəşəm mənzərəni layiqincə qiymətləndirməyi bacarmaqdan ötürü səbəblərə nüfuz eləmək lazımdır. Doğrudan da Çin meyarlarına yanaşsaq, olduqca kiçik bir ölkənin rəhbərini hüdudsuz ehtiramla qarşılamağın səbəbi nədir? Axı bugün Çin dünyanın bir nömrəli iqtisadiyyatına malik super gücdür. Onu da nəzərə almaq lazımdır ki, Çinin qədim tarixə malik fəlsəfəsi var. Çin xarici siyasətə də elə o fəlsəfi dəyərlər zəminində yanaşır. Məkan və əhali müqayisəsi ilə yanaşı, Çinlilərin mentalitetində əsrlər boyu möhkəmlənmiş Çinli zamanı, Çin səbri, Çin möhləti reallığını da nəzərə alaq. Çinin dünyada əlahidə yeni ili, əlahidə təqvimi var. Çinlilərin böyük səbri haqqında belə də deyirlər. Bu hövsələ milyarddan artıq insanın ayrı-ayrı gözləmələrinin cəmidir. Çin təfəkkürü üçün qərarların qəbul edilməsi elə həmin fəlsəfəyə görə bəzən 50-60, bəzən hətta 100 il də çəkə bilər. Çin üçün zaman anlayışı budur. Vaxta münasibət fərqini daha yaxşı anlayaq deyə populyar olan bir əhvalatı nümunə gətirim. 1970-ci ildə isə Çinin lideri Mao'dan soruşmuşdular. Siz Fransa burjua inqilabı haqqında nə düşünürsünüz? O isə cavab vermişdi ki, hələ tezdir. 1789-cu ildə baş vermiş hadisənin üstündən 200 ilə yaxın vaxt keçmişdi. 2 əsr və hələ tezdir. Çin üçün vaxt ölçüsü budur. Tələsməmək, götür-qoy eləmək, illər, bəzən əsrlər gözləmək. Amma Azərbaycana münasibətdə Çin sanki öz fəlsəfi doktrinasına qarşı çıxdı. Xatırlayaq, 2024-cü ildə, iyul ayının 3-də Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında birgə bəyannamə qəbul olundu. Və düz 10 ay sonra bu iki dövlət arasında hər tərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında bəyanat imzalandı. Sadəcə strateji tərəfdaşlıq bəyanatı və cəmi 10 ay sonra hər tərəfli strateji tərəfdaşlıq klubunun üzvü olmaq. İndi isə yenidən bayaqki sualımıza qaydaq. Çin tərəfi Azərbaycanı niyə belə əzəmətli protokol atributlarına layiq bilib? Burada bir neçə səbəb var. İlk növbədə İlham Əliyevin şəxsiyyəti, onun xarakterinin mühüm bir hissəsini təşkil edən qətiyyət faktoru. Arxasında tarixi nəticə olan liderə ehtiram. Bundan qaynaqlanan Azərbaycan Respublikasına hörmət. Nəzər almaq lazımdır ki, Çində ənənəvi, tarixi, genetik olaraq məhz belə xüsusiyyətlərə dəyər verilir. Üstəlik də İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi ona Çində çox böyük nüfuz, etimad qazandırıb. Çin eyni zamanda nə qədər inanılmaz səslənsə də, Azərbaycanın bu kiçik respublikanın böyük qələbəsinin timsalında müəyyən mənada öz gələcəyini görür. Axı, Çin də separatizmlə əziyyət çəkir. Ortada vaxtaşırı körüklənən Tayvan məsələsi var. Hong Kong mövzusu da rəsmi Pekini tam qane edəcəyi şəkildə qapanmayıb. Çinə qarşı geniş separatçı əməllər var. Biz bir-birimizin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyirik. Biz vahid Çin siyasətini qətiyyətlə dəstəkləyirik. Tayvanda qeyri-qanuni seçkiləri ictimaiyyət qarşısında açıq şəkildə pisləyən ilk ölkələr sırasında olmuşuq. Deməli, ölçü vahidlərimiz fərqli olsa da, Azərbaycan artıq separatizmə qalib gəlmiş və böyük güclərin iradəsinin əksinə olaraq öz ərazi bütövlüyünü təmin etməyi bacarmış ölkədir. Çin isə
Azərbaycana həm də buna görə rəğbətlə yanaşır. Pekindəki bu möhtəşəm nizami keçidin əvvəlini yadımıza salmalıyıq. Buna ötürü Qarabağa qaydaq. 44 günlük Vətən müharibəsinin və antiterror əməliyyatının məntiqi, ədalətli sonunun rəmzi olan başqa bir yürüşə, Xankəndidəki paradı deyirəm. Bəli, biz Pekinə Xankəndidən gəldik və cənab Jinping, cənab Əliyevi, məğlub edilməz Əliyevi, əsrin hələ ki tək qalib lideri Əliyevi belə qarşılayırdı. Amma bu həm də o Çin idi. Bir zamanlar populist, həvəskar, avtopilot idarəçiliyinin ittiham etdiyi Çin. Baxaq və sadəcə düşünək. Hardan gəldik və hara gəldik? Bəli, o Çin benden düşman olsun. Ben Çin'den ne istiyorum ki? Özgürlüğümü istiyorum. Çin bana düşman olmuş artık. Benim özgürlüğümü elimden almış. Bəli, məhz hardan gəldik və hara gəldik? Tarixi ricətlərsiz keçinmək olmur. Tarixi xatırlamaq bizə həm də ona görə lazımdır ki, qürurlandığımız mənzərənin həm də bizim, hamımızın və hər birimizin məsuliyyət şəkli olduğunu anlayaq. Keçmişimiz belə idi. Bugün də ola-ola Çinə meydan oxuyurduq. Keçmişimiz həm də bu idi. Rusiyaya məxsus silahlı qüvvələrin yerləşdiyi asılı Azərbaycan. Başqa bir ölkənin ordusu Qarabağda güya bizim sülhümüzü qoruyurdu. Amma o sülhün altına yalnız separatçılar sığınmışdılar. Bu erməni praporşik kimi 1989-91-ci və sonraki Moskva vaxtının hərbçilərinin hər biri tək. Несем службу по охране моста железнодорожного. Мы все военнослужащие будем нести службу как положено, как нам прикажут вышестоящие начальники. Yadelli qüvvələr Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəndən sonra da doğma Qarabağımıza daxil olmaqda bizə mane olurdular. Baxmayaraq ki, onların bunu etməyə heç bir əsasları yox idi. Eyni qüvvələr idi. Sovet təfəkkürlü, silah məramlılar. Yoxdur indi o yadelli hərbçilər. Onları dünyanın ən qüdrətli silahlı qüvvələrinin qarşısından məğrur keçən bu lider vətənimizdən çıxarmağı bacardı. Bu hadisəyə indi gəlin, Çinin Azərbaycana olan fövqəladə ehtiramı kontekstində baxaq. Ənənəvi olaraq Çinin Qafqaz siyasətində Rusiya ilə iş görmək anlayışı var idi. Yəni Pekin regionun əsas nüfuz sahibi kimi Moskvanı tanıyırdı. Amma indi Azərbaycanda Rusiya yoxdur. Çin Rusiyanın regionda əhəmiyyətini, onun müstəqil dövlət kursunu görür və Bakı ilə birbaşa işləyir. Onu da deyək ki, bugün qlobal beynəlxalq münasibətlərdə 3 iqtisadi, siyasi güc mərkəzi var. Amerika Birləşmiş Ştatları, Avropa İttifaqı və Çin. Bu mənada da Azərbaycan-Çin əlaqələri dünyanın əsas güc mərkəzlərinin biri ilə olan münasibətdir. Burada qarşılıqlı rəğbət var, qarşılıqlı istək var. Yəni faydanı təkcə biz götürmürük. Bu birlikdən Çin boyu da nəhəng də qazanır. Azərbaycan prezidenti Çinin sədri ilə eyni ehtiram məqamındadır. Bu səbəbdən bizim Ali Başkomandan həm öz müstəqil ölkəsinə məxsus silahlı qüvvələrin hərbi salamını qürurla alır,
həm də başqa dövlətin, özü də ən güclülərdən birinin ordusunun salamını başı dik qəbul edir bizim Ali Baş Komandan. Çinin Azərbaycana xüsusi yanaşması həm də xalqlarımızın milli mənəvi dəyərləri olan ehtiramından irəli gəlir. Çinin ötürü ailə dəyərləri eyni ilə bizdəki kimidir. Ali, müqəddəs. Prezident İlham Əliyev səfərləri zamanı həm də ailə dəyərlərini nümayiş etdirir. Onu da nəzərə alsaq ki, bir çox dövlət başçılarının ailələri, övladları, nəvələri belə yoxdur. İlham Əliyev isə övladları ilə, nəvələri ilə səfər etməklə xalqımızın mənəvi keyfiyyətlərini, ailə mədəniyyətini, ailə institutunu nümayiş etdirir. Elə Çin Respublikası tək. Xüsusilə indi dünyanın çox ciddi şəkildə ailə mədəniyyətinə ehtiyacı olduğu bir zamanda. Baxaq Avropanın bəzi ölkələrinin siyasi vitrininə. Az qala yeni cinsli nümayəndələr belə birinci və ikinci şəxslər kimi səfərə çıxırlar. Bu isə bizim prezidentdir. Azərbaycanın ey vətən melodiyası tək ailə dəyərlərini də ləyaqətlə təqdim edir. Bu odun Azərbaycanın prezidenti, silahlı qüvvələrimizin Ali Baş Komandanı. İndi obrazlı şəkildə Çin səddini aşmağımızdan danışırıq. Əlbəttə, poetik ifadədir. Əlbəttə, öz daxili təntənəmizi qabartmaq üçün belə ifadələri əl atmaq olar. Amma 2 il əvvəl, aprel ayının 23-də Laçın sərhəd buraxılış məntəqəsini qurmasaydıq, Çinə dövlət səfərimiz belə möhtəşəm alınacaqdımı? Əldə etdiyi nəticələrə həm milli, həm regional, həm qlobal miqyasda qazandığı nailiyyətlərə görə İlham Əliyevin məqamı sıradan bir prezidentlikdən 10 dəfələrlə artıqdır. Azərbaycan yeni dünya düzənində yeni geosiyasi mahiyyət kəsb eləməklə bütünləşərək Atlasda mənəvi həcmini də xeyli artırmış bir rəng geosiyasi vahiddir. Onun coğrafi fiziki hüdudlarından mənəvi hüdudları dəfələrlə çoxdur. Ona görə sıravi Azərbaycanlının belə milli, regional, qlobal təyinatı, əhəmiyyəti dəyişib. Yeni milli ideya bizə həm də yeni məzmunumuz üçün lazımdır. Amma elə bir milli ideya ki, yalnız Azərbaycanla məhdudlaşmasın, daha geniş həndəvərə əhatə eləsin. Həmçinin əminəm ki, yeni milli ideyanın yaxud da ideyaların necə olmasından asılı olmayaraq, onlar geosiyasi konteksti nəzərə almadan mövcud ola bilməz. Bölgədə geosiyasi kontekst dramatik şəkildə dəyişmişdi. Hətta kiminsə təsəvvür etdiyindən daha kəskin dəyişmişdi. Bəli, Azərbaycan və Azərbaycanlı olaraq çox böyümüşük. Bunu dərk eləmək çox vaxt aparır. Amma vətəndaşlığın yeni səviyyəsini özümüzdə tədris eləməliyik. Mümkün qədər tez, təkidlə. Azərbaycana yerində baxmaq azdır indi. Həm də indi göyündə baxmaq, yuxarıdan görmək, bütün miqyası əhatə eləmək üçün ona yüksək nöqtədə nəzər yetirmək lazımdır. Bu zaman aydın görünür ki, Çində böyükcə qarşılanmağımız 30 il torpaqlarımızı işğal altında saxlayan separatçıların Azərbaycan qanunlarının hüzurunda bugün ifadə verməsi, özü də bunu dünyanın harasında yerləşməsinə, hansı gücə, hansı qüdrətə malik olmasına baxmayaraq, Ermənistanın istənilən himayədarının gözü qabağında etməyə məcbur olması bir-biri ilə bağlıdır. Bu, bir-birinə bağlı zərurətlərin, məntiqin qanuni yekunudur, ilahi ədalətdir. Bir zamanlar oyuncaq rejimin qanunsuz silahlı birləşmələrinin paradı ilə heysiyyatımızla oynayanlar, bəli, o qanunsuz parad müəllifləri indi Bakıda bizim ədalət qarşısında etiraf edirlər, üzr istəyirlər, bir-birini ələ verirlər, aqibətləri ilə barışırlar. Xocalıda törədilənlər haqqında ilk dəfə 1992-ci ilin fevralında rəsmi məlumatlar verilməsi nəticəsində xəbər tutmuşam. O zaman faciənin miqyasını bilmirdik.
Biz bilirdik ki, Xankəndidə Xocalıdan gətirilmiş yüzlərlə Azərbaycanlı var. Onlar da sonradan qarşı tərəfə təhvil verilmişdi. Mən dinc əhalinin qətlini pisləyirəm. Bu qəbul edilməzdir. Müharibənin qanlı səhifələrindən biridir. Xocalı soyqırımı zamanı rejimə Artur Mkrıçyan, hərbiçilərə isə Ermənistan silahlı qüvvələrində müxtəlif rəhbər vəzifələr tutmuş komandos ləqəbli Arkadi Tertadevosyan rəhbərlik edirdi. Həmin vaxt yeni formalaşan özünü müdafiə qüvvələrinin rəhbəri isə Serj Sarkisyan idi. Xocalı hadisələri ilə bağlı dərin və təfsilatlı məlumata malik deyiləm. Bu qədər təfsilatı ilə bilmirdim, amma bu mənim mövqeyimi dəyişmir. O vaxtda, indi də bu cür hadisələri pisləyirəm. Xocalı soyqırımında keçmiş Sovet ordusunun 366-cı mota atıcı alayının iştirak etdiyini eşitmişəm. Sonradan Ermənistanın müdafiə naziri olmuş Seyran Ohanyan həmin alayda xidmət edib. Xocalıdakı qətillər, oradakı barbarlıqlar reallıqda bir faciədir. Gördüyümüz kimi uşaqlara, dinc sakinlərə qarşı törədilən cinayətlərə necə bəraət vermək olar? Söhbət törədilən vəhşiliklərdən gedir. İstənilən halda bu bağışlanmaz bir faciədir. Onların paradı idi bu, yaxın keçmişdə. Azərbaycana hündürdən baxanda Bakının Ədalət Məhkəməsindən Çin dövlətinin fəxri qaravuluna dək hər yer aydın görünür, dəqiq eşidilir. Elə biraz əvvəl eşitdiyimiz separatçı etiraflar da böyük qələbə sisteminin müxtəlif fraqmentlərindəndir ki, bizi müşayiət edir. O qələbənin hissələrini özümüzlə dünyanın hər yerinə daşıyırıq. Çin də məhz bu qalib ləyaqətin pişvazına çıxmışdı. Ona görə Çinə səfəri mən yalnız bir ölkə səfər kimi şərh eləmirəm. Bu, şərqdə əsas güc mərkəzinin Azərbaycanı xalis qələbə qarışıq qəbul etməsi idi. İlk baxışda əhəmiyyətli diplomatik fakt olan Azərbaycan-Çin bəyanatı bəzi məqamları ilə az qala Şuşa qanunu ilə müqayisə edilə bilər. Ona görə ki, hər tərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulmasını nəzərdə tutan sənəd Azərbaycanın qələbəsinə, ərazi bütövlüyünün bərpa, dövlət suverenliyinin təmin edilməsinə, hazırki Azərbaycan reallığına, nəhəng bir dövlətin 1 milyard yarıma yaxın insanı ilə səs verməsidir. Bunu edən Çindir. Dünyanın 3 ən böyük güc mərkəzindən biri. BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvlərindən biri. Son 7 gündə baş verənlər və eləcə də gözlənilən növbəti hadisələr bizi bir daha 2019-cu ilə qayıtmağa vadar eləyir. Prezident İlham Əliyev beynəlxalq arenada balanslaşdırılmış siyasəti milli maraqlara transformasiyası ilə bağlı açıqlamasını ilk dəfə o zaman vermişdi. Bəli, bu açıqlama təsadüfən verilmədi. Çünki yenə də deyirəm, bəzi xarici mətbu orqanlarında, ekspert cəmiyyətlərində belə bir fikir söylənilir ki, Azərbaycan balanslaşdırılmış, tarazlaşdırılmış siyasət aparır və elə bir ki, balans axtarır bu regionda. Bu belə deyil. Biz balans axtarmırıq. Biz sadəcə olaraq xarici siyasətimizlə öz milli maraqlarımızı qoruyuruq və mümkün olan riskləri azaldırıq. Və bizim xarici siyasətimiz məhz milli maraqlar üzərində qurulur. Milli maraqlar nəyi diktə edirsə, biz xarici siyasətdə onu da etməliyik və edirik. İndi isə liderin milli maraqlar kursunun təsdiqi kimi həftənin və yaxın bir neçə günün gündəliyinə göz gəzdirək. Bunu da xüsusi olaraq qeyd eləməliyik ki, beynəlxalq mövqe və istinad nöqtələrinin dəyişmələrinin Azərbaycana yalnız bir mənada dəxli var. Hansı mənada onu deyəcəm. Amma tez-tez misal çəkdiyim məşhur Davos mükaliməsini bir daha məmnuniyyətlə təqdim edəndən sonra. Moderatorun sualı necə olmuşdu? Yadımıza salaq. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev dediyimiz kimi Avrasiyada indi böyük qüvvələr yerləşib. Bir tərəfdən Rusiya, o bir tərəfdən Çin. Azərbaycanın prezidenti kimi siz birinci növbədə kimə zəng edərsiniz? Moskva yoxsa Pekinə? Prezident İlham Əliyev Bakıya deyə cavab vermişdi. As president of Azerbaijan, who do you call first? Moscow or Beijing? Baku. Baku. İndi İlham Əliyevin Çinə səfəri kontekstində bu dialoqu xatırlatmaq lap yerinə düşür. Çünki moderator o zaman regionda yerləşən böyük qüvvələrdən biri kimi məhz Çinin adını çəkmişdi. Və Azərbaycan prezidentinin dünya miqyaslı lider kimi Çində qəbul edilməsi onun ilk növbədə müstəqil olmaq əzminə, əsl istiqlalçılıq missiyasına, harda, hansı situasiyada
yerləşməsindən asılı olmayaraq birinci zəngini mütləq Bakıya etmək qərarına ehtiramının nəticəsidir. İndi isə az əvvəl qeyd elədiyim beynəlxalq mövqe istinad nöqtələrinin dəyişmələrinin Azərbaycana yalnız bir mənada dəxli var. Hansı mənada sualına qayıdıram? O mənada ki, dəyişən Azərbaycanın mövqeyi deyil, başqalarıdır. Amerika Birləşmiş Ştatlarının Biden-Blinken mövqeyini yeni prezident dəyişir. Avropa İttifaqının Borrell mövqeyi gedir işinin dalıyca. Avropa İttifaqının özü də 2023-cü ildən bəri əvvəlki administrasiya rəhbərliyinin Azərbaycana münasibətdə haqsız, ədalətsiz və düzgün olmayan siyasət yürütdüyünün fərqinə varır. Bugün kritik nöqtələrdə kritik dövlətlərə hər kəsin ehtiyacı var. Azərbaycan isə dünyanın kritik nöqtəsində kritik dövlətdir və Avropa İttifaqının Ali komissarının dediyi kimi Azərbaycan güclü və əhəmiyyətli regional aktordur. Azərbaycan yerini, mövqeyini dəyişmir. İran İslam Respublikasının rəisi mövqeyi əvəzlənir. Bərabər hüquqlu, bərabər tərəfdaşlara. Pezeşkiyan Bakıya yeni sətirdən başlamaq üçün gəlir. İsrailin baş naziri Netanyahu da Bakıya gələcəksə, gələcək üçün gələcək. Necə deyərlər? Hamı mənə sarı gəlir, mən durmuşam yerimdə. Təkrar eləyirik. Prezident İlham Əliyev üçün əsas olanı milli maraqlardır. Zəng yalnız Bakıya. Elə bu səbəbdəndir ki, Ermənistanın qapı arasında qalan quyruq əssə də, el gözünə Morze əlifbasını yamsılayan səslər də çıxarır. Hətta baş nazir Paşinyan Ermənistan konstitusiyasının dəyişdiriləcəyini elan edir. Amma açığı başa düşmək də çətindir. Bir üzü ilə Paşinyan deyir ki, separatizm bitib, amma ikinci üzü ilə dırnaqarası mühacir hökumətə dəstək verilməsinə dolayısıyla qatılır. Erməni xalqının növbəti faciəsinin planlaşdırılmasında iştirak edir. Deyəsən unudur ki, 1918-ci, 80-ci və 90-cı illər fərqli reallıqlardır. Əgər Ermənistanın Azərbaycana bu dəfə də təhlükə yaranarsa, bu müharibə artıq Ermənistan ərazisində gedəcək. 80-90-cı illərin yuxusunu görən Sarkisyan-Koçaryan kimlərin oyanmasının, bu dəfə daha ehtiyatlı olmalarının vaxtıdır. Əslində, Nikol Paşinyan özünün 3-cü, 4-cü üzü ilə bunu dərk etdiyini də göstərir. Eyni zamanda 24 aprel soyqurama iflası uğruyur. Trumpın o hadisəyə genosid deməməsi Paşinyanın 5-ci üzünü yandırır. Hətta parlamentin aylardır təzyiqinə baxmayaraq erməni soyqırımını tanımaqdan imtina eləyən Niderland kimi ayağı biraz sola çəkən ölkənin özündə belə soyqırım nağıllarına inanmamaq təkallar göstərir ki, 1915-ci ilin aprel konsepti də iflasa uğramaqdadır. 44 gün plus 23 saat əməliyyatı dünyada bütün erməniçiliyin mahiyyətini dəyişməyi tələb edir. Baxmayaraq ki, Paşinyan 7-ci, 8-ci üzünü köhnə prinsiplərindən heç cür yaxa qutara bilməyən ermənilərin yanğılarını bayrağa söndürməsinə qarşı çevirir. Boykot! 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 Amma bu kadrlar həm də özünü yandırmaqdır, özünü ifşa etməkdir. Güya sülh, barış imici yaratmaq istəyən ermənilərin əsl mahiyyətində heç vaxt ölməyəcək qara keşiş yatır. Ermənilərin Katolikosu 2-ci Qareginin revanşa, yeni dirçəlişə çağıran bəyanatı da elə o heç cür görbagör olub qutara bilməyən manyak böyük Ermənistanlığın, onun artsaq adı altında mutantlarının xortladılmasının qara keşiş təzahürüdür. Prezident İlham Əliyev məhz belə səbəblərə görə Ermənistanı israrla konstitusiyasını dəyişməyə, burada göstərilən ərazi iddialarının ləğvinə çağırır. Çünki onlara inanmaq olmaz. Biz təkcə diasporda, Fransa və Amerika Birləşmiş Ştatlarında yox, Ermənistan hökumətində və bütün siyasi dairələrdə hələ də dövriyə edən böyük Ermənistan xəyallarını unutmamalıyıq. Qarabağın yenidən geri alınmasını xəyal etməyən bir erməni siyasətçisini demək olar ki, tapa bilməzsiniz. Bu reallıqdır. Biz bu reallığı müxtəlif informasiya mənbələrindən bilirik və biz bununla yaşamalıyıq. Və əgər bu saatda ATƏT-imiz qrupunu kimsə avtomat darağında ya da mağazinində saxlayırsa, deməli o da Keşiş Qareginin çatmağa hazırlaşdığı yeni əsli ocağına çırpadır. Təkrar edirəm, əgər İlham Əliyev Çində öz vətənimizin havasını addımlayırsa,
Deməli, vətən havası Zəngilandan, Böyük Zəngəzur dəhlizindən qalxan təmiz azadlıq havasının davamıdır. Əgər İlham Əliyev Çində bir kəmər, bir yol haqqında, yaşıl planet, dünyanın təhlükəsiz gələcəyi haqqında, öz doğma çayımızın sahilində, armudu stəkan ətrafında danışırsa... Stəkan çox gözəldir. Bunun nə olduğunu bilmək istəyirəm. Bəli, bu milli stəkandır. Bilirsiniz, onun forması zənnimcə armuda bənzəyir. Beləliklə, stəkanın forması əslində çayın isti qalması üçün nəzərdə tutulub. Çünki adətən bir çay çox qaynar içirik. Beləliklə, çay soymur, stəkanın bu forması aşağı hissəni qaynar saxlayır. Anladım. Bu təkcə ailə, milli mənəvi dəyərlərin rəmzi deyil. Deməli, Böyük Çin masa üstündəki çay öz mənbəyini Cıdır düzündən götürür. Cıdır düzündə armud stəkanda çay, baklava ilə. Dostlarımız seyirsin, düşmənlərin gözü kör olsun. Və bu sadəcə bir çay söhbəti də deyil. İlham Əliyevin özünə məxsus sarkazmını xatırlayaq. Çay elə belə məsələ deyil axı. Vaxtilə bizi həd eləyənlər ki, biz Bakıya gəlib tanklarla Bakıda çay içəcəyik. İndi mən demişəm, tanklar da Bakıdadır, qənimətlər farkında. Çay da içirlər lazım olan yerdə və xalq qarşısında, qanun qarşısında cavab verəcəklər. Bütün bunlardan sonra yekunlaşdırım. Deməli, Ermənistan konstitusiyasını dəyişməlidir. Məncə, prezident Çin mediasına müsahibədə də söhbətin ağzını çaya nağ salmamışdı. Biz bir başqa çayı da xatırlayırıq. Deməli, prezident məşhur Çin fəlsəfəsinin çay hissəsini əla bilir. Həm rəngli, həm axar çay mənasında. Separatçılar, sizin girdiyiniz çay axıb gedib. Köhnə çaylar axıb gedib. O çaya bir də girə bilməzsiniz. Yeni dünya düzəni var. Yanımızda çay var. Bilirəm nəyi nəzərdə tutursunuz. Bilirəm. Bayaqdan ona baxıram. Sizin şərəfinizə. Sizin şərəfinizə. Həqiqətən də ləzizdir. Əslində, mən heç də o fikirdə deyiləm ki, prezident Çində sadəcə bir jurnalistlə söhbətdə yenə də sətr altı nələrsə çatdırmaq istəyirdi və s. Yox, əlbəttə. Amma İlham Əliyevin Çinə səfəri hər tərəfli strateji tərəfdaşlıq bəyanatı kimi olduqca mühüm sənəddən tutmuş, çayadək bütöv bir Azərbaycan təəssüratı yaradırdı. Və mənə elə gəlir ki, İlham Əliyevin çay və armudu stəkanla bağlı replikası bizim yadımıza həm də 1994-cü ilin martını salmalıdır. Həm də bu kadrları Heydər Əliyev ona təklif edilmiş Çin çayının dadına baxmışdı. Görüşlər bir çox hallarda 3 və hətta 4 saat davam edirdi. Heydər Əliyev isə qısa fasilə anlarında sadəcə ona təklif olunan Çin çayından dadırdı. İlham Əliyev isə varis olaraq borclu qalmadı. 31 il əvvəl Heydər Əliyevi Çin çayına qonaq eləyənlərə Azərbaycan çayı təklif elədi. Sizin şərəfinizə. Sizin şərəfinizə. Həqiqətən də ləzizdir. 31 il əvvəl Çin Respublikasının səfərini Ulu Öndər Heydər Əliyev böyük tarixi hadisə adlandırmışdı. Demişdi ki, çünki Çin və Azərbaycan arasında heç vaxt bu səviyyədə əlaqələr olmamışdı. İndi isə təkrar edirəm, dövlətlər arası sıx münasibətlərin yaranması böyük siyasi hadisədir. İlk növbədə Azərbaycan Respublikası üçün böyük hadisə. Statın sonu. İlham Əliyevlə yeni statlar, yeni abzaslar, səhifələr başladı. Soruşmaq istərdim. İki tərəfli əlaqələrdə bu qədər dəyişikliklər və onların bu cür səviyyəsini gördükdən sonra mərhum atanıza nə söyləyərdiniz? Tam haqlısınız. O, iki ölkə arasında münasibətlərin möhkəm təməl üzərində qurulmasında mühüm rol oynamışdı. O, prezident olanda ilk səfərlərindən birini Çinə etdi.
Zənnimcə bir ildən sonra Çini ziyarət elədi. 1990-cı illərin əvvəllərində. Bəli, zənnimcə 1994-cü il idi. O gündən bu münasibətlər quruldu. Onun irsi bizim hamımız üçün əzizdir. Biz onun yolunu davam etdiririk, o cümlədən xarici siyasət prioritetlərində. Bu prioritetlər sırasında Çin xüsusi yer tutur. Əlbəttə ki, ötən 20 ildə dünya dəyişib, Azərbaycan dəyişib. Lakin prioritetlər dəyişməyib. Düşünürəm ki, əgər atam səmadan baxaraq bizim harda olduğumuzu görə bilsəydi, o Azərbaycana və Çin-Azərbaycan münasibətlərinə görə qürur duymuş olardı. Azərbaycan vəzincə kiçik, qiymətdə böyükdür. Yəni, nəzərə alsaq ki, təkcə Pekinin əhalisi 25 milyon nəfərdir. O zaman Çinlə münasibətlərə niyə bu qədər əhəmiyyət verildiyini daha yaxşı anlamaq olar. Bəyanatın digər hissəsi ticarət, daşımalar, xalqlararası əlaqələr, humanitar tərəfdaşlıq kimi çox sayda məsələləri əhatə eləyir və əlbəttə ki, bu addım birgə təşəbbüsümüzdür. Beləliklə, həmin sənədin mahiyyəti çox əhəmiyyətlidir. Buna görə həmin ölkə ilə bəyanatın imzalanması Azərbaycan üçün həqiqətən mühüm nailiyyətdir. Sizə deyə bilərəm ki, Azərbaycan öz bölgəsində bir çox ölkə ilə və həmçinin bəzi Avropa ölkələri ilə strateji tərəfdaşlıq haqqında bəyanatlar imzalayıb. Lakin Çinlə bəyanat onların daxilində ən güclüsüdür. Çin orta dəhliz layihəsinə də çox ciddi yanaşır və artıq bu mövzu Çinin ümumi konsepsiyasında əsas məqamlardan biri kimi yer tutur. Bir sözlə, Çin və Azərbaycan xalqları bir-birini milyardlarla əlli tutur və bu əllər hələ Nizami Gəncəvinin biliyindən başlayır. Böyük mütəfəkkir 900 il əvvəl 7 gözəl əsərində Çin və Azərbaycan xalqlarının fəlsəfi dialoqunu qurmuşdu. Çin qızı söylədi 2 növcavan, başqa bir şəhərə oldular rəvan. Gəncin biri xeyir, birisi şərdir, onlar adları tək işlər görərdi. Xeyrin məhz su ilə imtihana çəkilməsi, şərin məhz su ilə təhdid etməsi, müdrik şərq uzaq görənliyinin nizami timsalı. Bu həqiqətin indi bəşəriyyətin ən qüdrətli dövlətlərindən biri olan Çinlinin dilindən səslənməsi də təsadüfi deyildi. Amma burası da var ki, Çin o qədər böyük, o qədər çox. Azərbaycan liderinin Çinə səfəri zəminində baş verənlər o qədər çox şaxəlidir ki, sosial şəbəkələrdə, YouTube-da obrazlı desək, öz sosial hesabının qabağına bir stol qoyub, bakuş satan internet TV butqaların sahiblərinin beyninin imkanları bunu dərk etməyə çatmaz. Prezidentin uğurlarını, xalqın müvəffəqiyyətlərini həzm eləyə bilməyən simasızlar toplusu və Əli Kərimli Qaragüruhunun məhsul stadionunda yenə də miting çağırmaq səviyyəsi isə sadəcə acı təbəssümlə qarşılanmağa layiqdir. Şuşa ilə başımızı alladırlar. Qarabağı almışıqsa niyə Xankəndidə deyilik, bəs Xocalıya niyə getmirsən deyə dövlətə sual verən və bir müddət sonra öz rüsvayçı suallarının ayıbına kör olmağa da sifəti, həyası çatmayan primitiv internet tullantısına adam demək istəyir ki, heç olmasa get Xankəndiyə, dərsə gedən uşaqlara bax, onlarla yenidən böyüməyə çalış. İlham Əliyevin siyasi düşüncə miqyasına, idarəetmə zəkasına, ən nüfuzlu beyin mərkəzlərinin qarşısında nümayiş etdirdiyi intellekt performansına bax. Başa düş ki, üstündə gəzdirdiyin siyasi baş artıq nimdaşlaşıb. Ondan heç küt alət də çıxmaz. Azərbaycan isə böyükdür, güclüdür. İndi həm də Çin qədər. Salamat qalın.